Salam, Məntiq və İnformatika kanalının izləyiciləri, bu günləri sizlərə verilmiş fiqurların sahəsini hesablamağı öyrənəcəyik. İlk olaraq tam olan fiqurların sahələrini öyrənək. Kvadratın sahəsini tapmaq üçün onun hündürlüyünü eninə vurmaq lazımdır. Hündürlüyünü A, enini də B götürsək, bu düzbucaqlığın sahəsini tapdığımız zaman S bərabərdir A vurulsun B olacaqdır. Üçbucağın sahəsini tapdığımız zaman bu hissəsini A, bu hissəsini də B götürdüyümüz zaman sahəsini tapanda S bərabərdir 2'də 1 vurulsun A vurulsun B olacaqdır. Trapeziyanın sahəsini tapdığımız zaman ilk olaraq onun hündürlüyünü də çəkək, çünki bizə bu da lazım olacaq düzdürdən. Trapeziyanın hündürlüyünü tapdığımız zaman bunun yuxarı hissəsini A, aşağı hissəsini B, hündürlüyünü də H götürdüyümüz zaman trapeziyanın sahəsini tapdığımızda S bərabərdir A üstəgəl B bölünsün 2 vurulsun hündürlük yəni H. İndi isə dairənin sahəsinə baxaq. Dairənin sahəsini tapdığımız zaman isə ilk olaraq onun radiusunu, yəni mərkəzdən çəkilmiş radiusunu bilməmiz lazımdır. S bərabərdir pi r kvadratına. Burada pi'nin qiyməti 3,14 olur. Testlərdə həll edildiyimiz zaman isə bunun yuvarlaqlaşdırılmış forması 3 götürülür. Pi'nin qiyməti testin özündə verilir həmişə. Əgər bizə 3,14 verilərsə 3,14-ə, 3 verilərsə 3'ə vurmamız lazımdır. Yarım dairəni hesabladığımız zaman isə yenə də onun radiusunu bilməyimiz lazımdır bizə. Bu zaman da S bərabərdir pi bölünsün pi r kvadratı bölünsün 2 düsturundan istifadə edəcək. Bu düsturları bildiyimiz zaman sahənin tapılmasını etmək bizim üçün çox asan olacaqdır. İndi isə testlər üzərində işləyərək bunları tətbiq edək. Gördüyümüz bu fiqurun sahəsini tapmaq üçün ilk olaraq kəsilmiş hissələri tamamlayıb düzbucaqlı şəklinə gətirək. Gördüyümüz bu hissələri tamamlayırıq. Bu şəkildə tamamladıktan sonra ilk olaraq düzbucaqlının sahə düşdüyünü bilək. S bərabərdir A vurulsun B. Burada A və B onun hündürlük və enini göstərir. Gördüyümüz kimi burada hündürlüyünü 6x, burada 3x vermişdir. 6x ilə 3x'in cəmi 9x eləyir. Yəni bunun uzunluğunun, yəni hündürlüyünün cəmi olacaq 9x. Eni də burada bizə 12x verilmişdir. Deməli biz burada bu ümumi sahəni tapmaq üçün 9'u 12'ye vuracağıq. 9 vurulsun 12. Bu da bərabərdir 108. Deməli bu ümumi fiqurun sahəsi 108x kvadratı olacaqdır. İndi isə bu qeyd elədiyimiz hissələri, sahələrini tapıb 108-dən çıxacaq. Bu hissələrdə, yəni kəsilmiş hissələrdə gördüyümüz kimi düzbucaqlıya oxşur. Ona görə də bunu da düzbucaqlının sahəsi kimi həll edəcək. Burada S bərabərdir. Hündürlüyün 3 olduğunu verib, amma N'in nə olduğunu bilmirik. Bunu tapmaq
hesaplamaq üçün gördüyümüz yuxarıda 12-dən bu hissənin biz 3 olduğunu görürük və bu hissədə 3-dür. 3-ün üstünə 3 gələndə 6, 12-dən də 6 çıxdığımız zaman buranın eni 6 olacaqdır. Biz buradan 3-ü vuracaq 6-ya, eləyəcək 18. Bu boşluğun sahəsi 18 elədir. Daha sonra bu boşluğun sahəsini tapanda buranın uzunluğu 3 və eni də 3 olduğunu görürük. 3-ü 3-ə vurduğumuz zaman buranın sahəsi 9. Eyni zamanda buranın da sahəsi 9 olacaq. Bu zaman biz boş olan sahələri cəmləyib, yəni 18 üstə gəl 9 üstə gəl 9 bərabərdir 6 36 edəcəkdir. 108-dən də biz 36-nı çıxacaq. Cavab olacaq 72. A variantı. Növbəti testimizə baxaq. Yenə də burada verilmiş fiquru tam bir fiqurla əvəz edək, yəni tam bir fiqura tamamlayaq. Tamamladıq. Burada gördüyümüz hündürlük 4, n isə 6-dır. S bərabərdir A vurulsun B düsturuna əsasən 4 vurulsun 6 bərabərdir 24. Gördüyümüz bu ümumi sahənin fiqurun ümumi sahəsi 24 olacaq. Burada kəsilmiş hissələri, sahələrini tapıb 24-dən çıxacaq. Bunun uzunluğu 2, eni də 2 olduğuna görə 2-ni 2-yə vurduğumuz zaman bura 4 edəcəkdir. Bunun uzunluğu 1, eni də 1 olduğuna görə 1-i 1-ə vurduğumuz zaman 1 edəcəkdir. Bu zaman kəsilmiş hissələrin sahələrini cəmləyək. 4 üstə gəl 1 bərabərdir 5 və ümumi sahədən həmin bu kəsilmiş sahələrin çıxaq. 24 çıxı 5 bərabərdir 19 olacaqdır. Cavabımız C variantı. Başqa bir testə baxaq. Bu testdə isə biz hər hansı bir fiqura tamamlamaq yerinə həmin fiqurlara böləcəyik. Yəni, mən buradan bunu böldüyüm zaman burada gördüyünüz kimi tam bir fiqur alınır. Daha sonra buradan böldüyüm zaman tam fiqur burada da alındı, burada da alındı, burada da alınır. Deməli, mən bunların sahəsini hesablayıb cəmləyəcəm. Bu daha uyğundur, nəinki tamını hər hansı bir fiqura tamamlamaq. Burada bunun gördüyümüz kimi eni 3, uzunluğu isə 2 verir. Bunun sahəsini tapdığımız zaman S bərabərdir 3 vurulsun 2 bərabərdir 6. Birincinin sahəsi, bunu 1 ilə işarə edək. Birincinin sahəsi, birinci fiqur, ikinci fiqur, üçüncü fiqur və dördüncü fiqur. Bunların sahələrini tapıb cəmləyəcək. Bu birinci fiqurun olsun. İndi isə ikinci fiqurun sahəsini tapaq. Burada gördüyümüz kimi uzunluğu 2, eni isə buradan biz görürük ki, bu hissə 3-dür. Yəni, bunu qeyd edək. Bu hissə 3-dür. Bu hissəni də ona əlavə eləsək 4 olacaq. Deməli, bunun eni 4, uzunluğu isə 2-dir. Yəni, S bərabərdir 4 vurulsun 2 olacaq. Bərabərdir 8. İkinci fiqurun da sahəsi 8 olacaq. Üçüncü fiqurun sahəsini hesabladığımız zaman eni və uzunluğu 1 olduğunu görürük. Aradan bunun tamı 3x-dir. Bu hissədən 2x-ni götürdük.
1x aşağı qaldı. Bu hissədə 1x təşkil edir. Bura gördüyümüz kimi 2x yuxarıda 3x olduğuna görə bura 1 qalır. 1-i də 1-ə vurduğumuz zaman 1 eləyəcək. Üçüncünün də sahəsi S bərabərdir. 1 vurulsun 1 bərabərdir 1 edəcək. Və nəhayət dördüncünün sahəsini tapdığımız zaman bu hissəsi 2, bu hissəsi isə 6 olduğuna görə biz 6-nı 2-yə vuracaq. S bərabərdir 6 vurulsun 2. Bu da bərabərdir 12. İndi tapdığımız bu 4 dənə fiqurun sahələrini cəmləyəcək. 6 üstəgəl 8 üstəgəl 1 üstəgəl 12. Bu da bərabərdir 27 olacaq. Cavabımız D variantı. Gördüyümüz bu testdə ilk olaraq biz ümumi sahəni tapmalıyıq. Ümumi sahəni tapmaq üçün eni və uzunluğunun qiymətini bilməliyik. Enin və uzunluğunun qiymətini də buradakı olan kvadratlara görə tapacaq. Hər bir kvadratın eni və uzunluğu 1 olduğuna görə biz 1 olaraq hesablayıb qiyməti tapacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Gördüyümüz bunun eni 9 olur. Uzunluğu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Uzunluğu da burada 9'dur. Ümumi sahəni tapdığımız zaman dedik ki, düzbucaqlının və kvadratın sahəsini tapmanda onun uzunluğunu eninə vurmaq lazımdır. S bərabərdir 9 vurulsun 9 bərabərdir 81. Ümumi sahə 81 elədi. Burada qaralanmamış hissələrin sahəsini tapıb həmin bu ümumi sahədən çıxacaq. İlk olaraq burada gördüyümüz hər birini qiymətləndirək. Buna 1, buna 2, buna 3, buna da 4-cü fiqurdur. Hər birinin ayrı-ayrılıqda sahəsini tapaq. Burada gördüyümüz bu birinci fiqurda gördüyümüz yarım dairənin radiusunu biz buradakı kvadratlara görə hesablayacağıq. Mərkəzdən 1, 2 dənə olduğuna görə radiusumuz 2-yə bərabər olacaq. S1 bərabərdir. Pi-dəki 3 olduğuna görə 3 vurulsun 2 böləcək 2-yə. 2-nin kvadratı daha doğrusu böləcək 2. Nəyə görə 2-yə böldük? Çünki burada yarım dairə verilib bizə. Bu da bərabərdir. 3-ü biz burada 2-yə vurmuş olacaq. Yəni 2-nin biri ilə buradakı 2-nin biri getdiyi zaman 3 vurulsun 2 qalır. O da 6 edir. Deməli burada birinci sahə 6 edir. Birinci fiqurun sahəsi. İkinci fiqurun sahəsində yenə mərkəzdən 1, 2, 3, 4. Radiusu 4'dür. Yazırıq S1 bərabərdir. 3 vurulsun 4'ün kvadratı bölünsün 2. Burada da bərabərdir. 3 vurulsun 16 bölünsün 2. 2 ilə 16 ixtisar getdiyi zaman burada qalacaq 8. 2 də 8'ə vurduğumuz zaman 24 edəcək. Deməli, bu ikinci fiqurun da sahəsi 24 edir. Üçüncü fiqurun sahəsi S3 bərabərdir. Burada trapesiyadır. Trapesiyanın üst hissəsi və alt hissəsinə görə tapırdıq. Üst hissəsi burada 1, alt hissəsi isə 3'dür. Dedik ki, 1 üstə gəlinsin 3, bölünsün 2, vurulsun hündürlük. Hündürlük də buradan orta mərkəzdən çəkdiyimiz xəttə görə müəyyən olunur. Həmin xəttlərdəki kvadratı təşkil etdiyinə görə hündürlüyümüz 2 olacaqdır. Buradakı 2 ilə buradakı 2 ixtisar getdiyi zaman birin üstünə 3 gəldiyimizdə 4 edəcək. Daha sonra üçbucağın sahəsində tapdığımızda A-nı B-yə vurub 2-də 1'ə, yəni 2'yə bölmək lazımdır. Buradan da kvadratların sahəsini görə tapırıq. 1, 2, 3, 4,
Bu hissə 4, 1, 2, 3, 4, 5. Bu hissə isə 5 edir. Bu zaman yazacaq S4 bərabərdir. 4 vurulsun 5 bölünsün 2. Ya da bərabərdir. 4 ilə 2 ixtisar etdiği zaman burada 2. 2'ni də 5'e vurduğumuz zaman 10 qalacaqdır. İndi burada gördüyümüz bu sahələri cəmləyək. 6 üstə gəl 24 üstə gəl 4 üstə gəl 10 bərabərdir 30, 40, 44 edəcəkdir. Ümumi sahə də 81'dir. 81'dən çıxırıq 44'ü. Cavabımız olacaq 37. A variantı. Keçək buna aid növbəti testimizə. Yenə də bundan əvvəlki testi etdiyimiz kimi n və uzunluğunu hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bu da 9. Ümumi sahəni tapaq. S bərabərdir 9 vurulsun 9 bərabərdir 81. İndi yenə də burada figurları biz işarələyək. Buna birinci figur, buna üçüncü figur, buna üçüncü figur, buna dördüncü figur, buna isə beşinci figur deyək. İlk olaraq burada tam boş olan ağ sahələri sayaq. Burada yəni qeyd eləmədiyim figurun içində 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə burada tam boş sahə var. Bu hər hansı bir figur etmədiyinə görə biz burada bunları sayırıq. 8 dənə boş sahə oldu. Bunu bir qrafdan qeyd edirik 8. İndi isə işarələdiyim figurların sahəsini hesablayaq. S1 bərabərdir. Burada bütöv bir dairəni hesablayacağımıza görə S1'imiz bərabərdir pi r kvadrat olacaq. R'imiz də buradan gördüyümüz kimi 1 olacaqdır. Pi də 3 olacaqdır. 3 vurulsun 1'in kvadratı. Bu da bərabərdir. Cavabımız 3 edəcək. Yəni birinci figurumuzun sahəsi 3 edir. İkinci figurumuz 3 bucaqdır. 3 bucaqda dedik ki, A-nı B-yə vurub 2'yə bölürdük. Yəni 2'də 1 AB olacaq. İkinci figuru tapanda AB-ni də buradan yəni kvadratlara görə tapırıq. 1, 2, 3, 4, 2'də 1 vurulsun 4 vurulsun 1, 2, 3, 3. Buradakı dəflə buradakı 2 ixtisar edir, 2 qalır. İkini də 3'ə vurduğumuz zaman ikinci figurun sahəsi 6 edir. Üçüncü figurun sahəsini tapmaq üçün ilk olaraq bu qaralanmış sahəni tapırıq. Sonra bu ağ olan sahəni tapırıq. Ağ sahədən qara sahəni çıxacaq. Qaralanmış sahədə radius gördüyümüz kimi 2'dir. Bu da yarım dairə olduğuna görə bunu belə yazaq. Ümumi dairənin sahəsində radius 4'dür. Yazırıq S3 bərabərdir 3 vurulsun 4'ün kvadratı bölünsün 2 çıxılsın 3 vurulsun 2'nin kvadratı bölünsün 2 bərabərdir. Burada 16, 3 vurulsun 16 bölünsün 2 olacaq. 16 ilə 2 ixtisar yazacaq biz buradan. Burada 3 vurulsun 16 bölünsün 2 olacaq. 16 ilə 2 ixtisar etdiği zaman 8 qalır. 8'i də 3'ə vurduğumuzda 24 edir. 24 çıxılsın
Burada da 2-nin biri ilə 2-nin biri gedir. 3 vurulsun 2 qalır. O da edir 6 bərabərdir. 24-dən 6 çıxdığımız zaman 18 edəcəkdir. Deməli, 3-cü fiqurun da sahəsi 18 edir. 4-cü fiqur S4 bərabərdir. Trapesiyanın sahəsini hesablamaq üçün üst və altlarını cəmləyib 2-yə bölüb hündürlüyə vurmalıydı. Üstü 1, 6, 3 bölünsün 2, vurulsun hündürlük də ki 2 olur burada. 2 ilə 2 ixtisar edir. Birin üstünə 3 gələndə 4. 4-cü fiqurumuzun da sahəsi 4 edir. Və nəhayət 5-ci fiqurumuzun sahəsinə keçək. 5-ci fiqurumuzun sahəsində də dedik ki 3 bucaqdır. Sahəsini tapırıq. 2-də 1 vurulsun. 1, 2, 3 vurulsun. 1, 2, 3, 4-ə. 4 ilə 2 ixtisar edir. Qalıb 2, 2-ni də 3-ə vurduğumuz zaman sahəsi 6 edir. İndi tapdığımız bu sahələri cəmləyirik. Üstə gəl 3, üstə gəl 6, üstə gəl 18, üstə gəl 4, üstə gəl 6. Bu da bərabərdir 45 olacaq. İndi isə ümumi sahədən ağ hissələrin sahəsini çıxacaq, cavabımızı alacaq. 81 çıxılsın 45 bərabərdir 6, 7-dən də 4 çıxdığımız zaman 36. Cavabımız B variantı olacaqdır. Keçək növbəti testə. Bu formada verilmiş fiqurun sahəsini tapmaq üçünsə, biz bunun ümumi sahəsini tapmamıza ehtiyac yoxdur. Tərkibində verilmiş tam qaralanmış kvadratları sayırıq ilk olaraq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Gördüyümüz kimi burada tam 16 dənə xana qaralanır. Bunu yazırıq 16. Üstə gəlinsin. İndi isə yarımçıq olan xanaları istəyir kiçik, istəyir böyük olsun. Sayırıq. 1, 2, 3, 4, 5, 6. 6 dənə yarımçıq xana var. Həmin bu 6 dənə yarımçıq xananı 2-yə bölürük. 6 bölünsün 2. Tam xanalarla bir yerdə cəmləyirik. Bu zaman 16 üstə gəlinsin 3. O da bərabərdir 19 olacaq cavab. Cavabımız A variantı. Növbəti testimizə baxaq. Bu testimizdə də yenə tam olan xanaları sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə burada tam xana var. Üstə gəl. İndi isə gəlin digər xanaları sayaq. Yəni yarımçıq olan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Aldığımız yarımçıq xanaların cəmi 24 edir. 24-ü də 2-yə bölürük. Bu zaman olacaq 12. Üstə gəl 12 bərabərdir 24. Bu fiqurun da ümumi sahəsi 24 olacaqdır.
Dərsimiz bu qədər. Güman edirəm ki, bu dərsimizdən öyrəndikləriniz oldu. Hər hansı bir sualınız olarsa, çəkinmədən şərhlərdə yazmağı unutmayın. Əgər videomuzu bəyəndinizsə, bəyən butonuna basın və kanalımıza abunə olaraq bizə dəstək olsanız çox sevinərik. Hələlik növbəti dərslərdə görüşərik.